Herkese salamlar dostlar. Ben Şahin. Kendi Mezaralarım YouTube kanalımıza hoş gelmişsiniz. Bu sefer de evde siçan varsa ne etmeli olduğunuzu ben sizlere bu videoda diyeceğim. Yani bu bir kətdə çəkdiyim bir videodur ve hal-hazırda siçanların olduğu bu bölgeleri size yani telefona çəkirəm. Bakın. Birazdan videomuzu bir saniye belə irəli sarmadan izleyin. Evdə siçan varsa ne etmək lazım olduğunu mən sizə deyəcəm. Bu məlumatı yeni öyrənmişəm və birbaşa sizə çatdıracağam. İnşallah bu məlumat, öyrəndiyim məlumat yaxşı işə yarayar. Aşağıları axtaraq görək hər hansı bir siçan varmı? Baxaq, burada deyəsən var. Xeyr, deyil. Həqiqətən də siçanların əlindən dostlar insanlar zara gəliblər artıq. Yəni hər yerdə olur bu balaca yırtıcılar. Biz axtarırıq, amma hal-hazırda gözümüzə dəymir. Dostlar, indi sizə verəcəyim məlumatı yaxşı-yaxşı, necə deyim sizlərə, bu verəcəyim məlumatı yaxşı-yaxşı dinləyin ki, siz də bunu təbliğ edərək, daha doğrusu təbliğ edərək, yəni bu şeydən, necə deyim sizlərə, məsləhətdən istifadə edə bilərsiniz. Biz hal-hazırda siçan axtarırıq, amma gözümüzə dəymir. Mən bilirəm ki, siçanlar buralarda bir yerdə gizləniblər. Çünki bir saat əvvəl burada bir siçan gördüm. Mən də o tətbiqdən istifadə etmişəm digər otaqda və hal-hazırda bir dənə də siçan görməmişəm. İndi nə etmək olduğunu deyirəm sizlərə. Əgər evinizdə siçan varsa, gedirsiniz, nə edirsiniz? Bilmirəm siz tərəflərdə olacaq, olmayacaq. Yovşan tapmalısınız, yovşan kolu və ondan bir qədər yığıb siçanın olduğu bölgelərə düzəcəksiniz və siçanlar onun qoxasına qətiyyən yaxınlaşa bilmir və olduqları bölgəni tərk edəcəklər. Hətta qoxusundan zərər görə və dünyalarını dəyişə bilərlər. O dərəcədə güclü bir xüsusi özelliğe sahiptir yovşan. Yani eğer evinizde siçan varsa gedin bayırdan. Eğer siz olduğunuz bölgede varsa çok şanslısınız. Yovşan tapın və evinizə gətirin. Bir küncə falan qoyun siçanların olduğu yerə. Onlar ona yaxın gedə bilməyəcəklər. Eğer yaxın getsələr və olduqları bölgəni tamamen tərk edib gedəcəklər. Yani dediyim kimi evdə siçan varsa bunu edin. Nə etməlisiniz? Yovşan gətirib evin siçanlı bölgələrinə yığacaqsınız. Bax belə dostlar, videomuz buraya qədər idi. Videomuza like atmağı, abone olmağı, yorum yazmağı da unutmayın. Təşəkkürlər hər kəsə.